Bu bir sosial eksperimentdir. Salam aleyküm. Nətərsən? Zaman işlər nətərdir? Yaxşı yoxdur. Bir dənə köməyin lazımdır mənə. Çox sağ ol. Əvvəla dayandığıma görə. Var olasan. Həm bayramdır, həm də ümumiyyətlə dedim bizim motosiklet sürücülərinə bir şey olsun da, kiçik də olsa. Bir dənə belə şey var, Ekomotodandır. İstədim vaxtı gedirsən oraya, yağ dəyişimi pulsuzdur. Çox sağ ol, var olsun. Təşəkkürlər. Can sağ ol. Yox, elə bu bəs elədir. Var olasan. Çox sağ ol. Sən də yolda qalar. Təsadüfi səni görməyim nə xoş oldu. Saxladığına görə əvvəl çox sağ ol. Bayram mübarək olsun. Dostum yolda. Yox, bilirəm heç. Bu kuryer yəni. Haramla tanıyacaqdın, onsuz da nömrəni zaten gizlətmişəm. Bu maskada biz saxladıq da. Yəni çox sağ ol, var olasın. İnsanlıq göstərir bura. Bu nədir? Bugünlə gedərsən, üstünə yazıb hara getməlisən, eləməlisən. Ekomotodandır. Yağı pulsuz dəyişəcəklər sənin üçün. Plusdakı diaqnostik eləyəcəklər, nə problemi var falan filan, həll eləyərsən, çıxıb gedərsən evi eşiyə. Gözəldir. Sağ ol abi, sağ ol. Yeni ildə ilk dəfə məni sevindirdilər. Bu da sənin şaxta baban, evdə oynayır. Hər gün sevinəsən. Hər gün ona falan maskası taxsın. Ha, fişo. Bu da sənin şaxta baban. Sağ ol. Təbrik edirəm. Neçə gözəllər. Sağ ol, var olasın. Allah razı olsun. Özü yaxşı ol. Can sağ ol, var ol, çox sağ ol. Yox, yəni Bölümdə hədiyyəli bir mosketlə gəlmiş. Yox, olmur. Dəyişməz deyil, sənə lazım deyil. Məncə baxıb gətirikdə, hələ belə bax. Heç nə yox deyə burada. Kağızdır, kupondur. Kupondur, şeydir. Bir mosketlə gəlmiş, bir dənə ver görüb. Buraya cadlar. Sağ ol, çox sağ ol. Sən bir yox, eybi yox. Sənə bir dənə kiçik hədiyyəmiz var. Əsas məsələ. Bayramla bağlı. Demək olar ki, çox sağ ol dayandığıma görə, var olasan. Təşəkkür edirəm. Eybi yox. Əsas odur ki, reaksiya verdin də. Tuta bilmədim səni. Sumqaya gördüm. Biz özümüzdən tutamırıq, nə edirik? Abi, kiçik də olsa, sənin bir dənə hədiyyən var. Belə telefon tutacağım var, bilirəm bəlkə də, amma bəlkə lazım elə yeni illə bağlı. Bayram mübarək olsun. Neçə gözəllərə. Həmişə inşallah baykerlərin o birliyini bir yerdə hiss edir. Yaşadırsınız da yəni. Sağ olun, var olun. Nəsə xüsusi sözüm varsa? Deyil, yəni bu dəqiqə şokdayam. Mən sadəcə kömək eləmək yəni. Ağlıma gəlməzdi ki, belə bir hadisə olsun. Çox sağ ol, təşəkkür edirəm, var olasın. Əziyyət Allah ilə. Sağ olun. Nəsə olur? Ha, bir dənə köməyin lazımdır mənə. Abi, bayramım var. Səni təbrik edirəm. Saxladığına görə çox sağ ol. Biz burada şey edirik ki, sosial eksperimentdə bir növlə. Görək, motosiklet sürücüləri bir-biri üçün saxlayır, kömək eləyirlərmi ona görə. Bir daha bayramım var. Adın nədir? Səyid. Tanışdığımıza şadam. Mənim də adım Elxandır. Var olasan, yaxşı ki varsan. Sağ ol, çox sağ ol, var olasın. Salam. Bir dənə kömək lazım deyə olar. Var olasın, çox sağ ol, Allah razı olsun. Deyim sənə nədir? Burada Ekomoto var. Gedərsən bura, yağını dəyişəcəklər pulsuz. Yağı da onlardandır. Hər şey eləyəcəklər. Bir də ki, diaqnostika. Baxacaqlar nəyi var, nəyi yox. Bu gün seyirək. Seni də yağını dəyişməsin, laxırı. Çox sağ ol. Bayram mübarək. Bayram mübarək qardaşım. Təbrik edirəm bir daha. Öpürəm. Ehtiyat. İşlər nətərdir? Kömək edə bilərsən mənə. Abi, saxladığıma görə çox sağ ol. Bayram mübarək olsun. Bu səni saxlamağın bizim üçün böyük dəyərdir də, var olasan. Yaxşı ki varsan. Bayram bir daha mübarək. Nəsə lazım olsa qulluğundayım. Öpürəm. Çox sağ ol. Allah razı olsun. Bir dənə zəhmət olsun. Mənə kömək edə bilərsən. Sənə əziyyət olsun. Abi, çox sağ ol saxladığın üçün. Sənə kiçik bir hədiyyəm var. Təşəkkür edirəm. Bu elə bir şey çəkir də, sosial eksperiment deyək buna. Şeylədir ki, görə kimlər saxlayacaq. Həmişə kim olsa motosiklet sürənlər bir-birinə dəstəkdir. Var olasan, təşəkkür edirəm. Bu nədir? Motosiklet apararsan bura, Ekomotoya. Həm yağını dəyişəcəklər pulsuz sənin üçün, həm də ki, diaqnostik eləyəcəklər. İndi növbəti səfər nə vaxt dəyişərsən, inşallah onda dəyişərsən. Hə, yəni nə vaxt istədin, get. Var olasan, təşəkkür edirəm, çox sağ ol. Həmişə həmrəyliyimiz bir olsun. Elxan, sən bu
təşəbbüsündən sonra mən də belə həvəsə gəldim. Həvəsə gəldi. Nə? Motosikleta? Ha, bugün Ha. neçə ildən sonra birinci motosikleta minirdim də, ləzzət elədim. Görsən, yəni bu hələ birazdan daha yaxşı olacaq, ona görə bu sevgi məcburidir. Boş yerə demirlər ki, 4 təkər bədəni, 2 təkər ruhu daşıyır. Görürsünüz, ruhu daşıyanlar hamısı yanımızdadır. O bilelele, o bilelele, o bilelele. Salam əleykum. Bayram mübarək. Sağ ol. Sən kiçik də olsa bir hədiyyədir, qəbul elə məndən. Sağ ol. Elə saxlamağın özü bizim üçün böyük bir hədiyyə oldu, ona görə neçə gözəllərə inşallah. Həmişə motosiklet sürənlər bir-birinə dəstək olmağı ilə. Var olasın, öpürəm, çox sağ ol. Təbii ki, bəzi şeylərin sübuta ehtiyacı yoxdur, amma motosiklet sürücülərinin hər zaman bir-birləri ilə belə həmrəy olmağını hər zaman göstərmək lazımdır. Ona görə bu iki təkərli nəqliyyat vasitələri sürənlər həmişə bir-birinə belə dəstəkdir, bunu unutmayaq. Nətərsən, bir dənə kömək eləyə bilərsən mənə, sənin zəhmət. Nasıl olur? Ha, olur. Sənə bir dənə hədiyyəm var. Var olasın abi. Bayram var hə. Öpürəm qaqa. Bu nədir? Bu ilə gedərsən bura, Ekomotoya. Yağı pulsuz dəyişəcəklər, plusdan motosikletdə baxacaqlar nə problem var. Diaqnostik eləyəcəklər bir sözlə. Okey bu. Dayanmağına görə var olasan, Allah razı olsun. Həmişə kimi motosiklet qardaşlığı. Salam əleykum. Nətərsən abi? İşlər nətərdir? Sağ ol, var olasan. Salamatçılıq da bir dənə köməyin lazım deyə. Çox sağ ol dayandığın üçün. Kiçik də olsa, estağfurullah, kiçik də olsa sənə bir hədiyyədir. Bayram var. Ehtiyac məsələsi deyil. Bayram üçün də kiçik bir şey, simvolik bir şeydir. Çox sağ ol qardaşım. Təşəkkür edirəm, var olasın. Öpürəm səni. Yaxşı ki varsan. Hə, yo, öpürəm, var olasan. Sağ ol, çox sağ ol, minnətdaram. Bu gün də belə bitirdik. Gördüyünüz kimi bunu sübut eləmək deməyək də buna. Sadəcə həm kiçik də olsa simvolik bir bayram hədiyyəsi vermək, həm də ki motosiklet sürücülərinin necə həmrəy olduğunu bir daha göstərmək üçün elədik. Ona görə videonu bəyənib paylaşmağı, şərh yazmağı unutmayın. Hər sözünüz, hər fikriniz mənim üçün önəmlidir. Aşağıda yazmağı unutmayın. Bu arada Ekomotoya da təşəkkür edirik ki, bizə bu hədiyyə kartlarını təqdim elədi. Red Motors da təşəkkür edirik ki, bizə o bir digər hədiyyələri verdi. Ona görə həqiqətən də sağ olsun bütün moto aləm birləşib belə gözəl işlər çıxardırıq.